Ana xanım. Gel də. Gel fındıkları yığıb gəlmişəm də. Mikrofonu taxaq. Açasın canlar indi. Uca açmışam. Cəmat hamı buradadır. Yalan danışma. Vallahi. Oy Allah. Tax görək bunu. 5 nəfər buradadır. Tax görək. Telefonumun da şığına görəsən ağlar qalmış. Ailəm dəydi bir-birinə. Nə oldu, taxamadın? Gördün, getdim özüm yığdım. Hardaydınız ki? Bayaqdan buradaydım. Yarpağı yığmağa getmişəm də xəstə. Ala. Fındıq yarpağı. Bu arada abi mənim paltar alıb. Gözəl ayrılma. Prosta buradan göbəyi açıqdı deyə. Bu da tapışqalarıma bax. Ayağıma da yekədir. Hardan gedək? Hansı tərəfdən? Ya bu yandan gedək, hə? Gedək. Axşamınız xeyir olsun. Mənim əzizlərim, nə tərsiniz? Necəsiniz? Yaxşı olasınız, çoxdandan yoxam. Hamısı da bu Romanın ucbatındandır. Çünki kişinin oğlu imtahan verdiyinə görə mənim işlərim qalıb. Getsə qabağa, Türkün məsəli. O bəzi adamlar ki, məni niyə daldan çəkirsən? Mənim daldan göstərəcək adım yoxdur. Nə tərsiniz, nə var, nə yox? Əzizlərim, baxın, görün mən nə yığmışam. Fındıq yığmışam. Burada meşə var yanımızda, meşədən. Baxın, görün mənim həyat yoldaşımın... Hə, yox, bu mövzuda danışmayın. Danışmayın. Güllərimə baxın, güllərimə. Bura bir dənə də qonaq gəlir, hələ onu sekret saxlayır, sonra deyəcəyik. Gör, nə geçə mənim koxnamı günlüyüblər, bəzliyiblər, düzəldiblər. Və bu günlərin canlı yayımımızda nələr olacaq, nələrdən danışacağım. Bir xalq artistimiz qoşulacaq, hansı ki heç vaxt olmayıbdır, heç bir sosial şəbəkədə, heç vaxt bu adam olmayıbdır. Mənim produktlarımı gətiriblərmi? Bu günlərim, mövzularım çoxdur, çox mövzulara toxunacağım. İnanırsınız, əzizlərim, bu günlərim mənə çox zəhlər gəlibdir, bir məsələ ilə bağlı. Demək olar ki, Azərbaycanda məni yığmayan adam qalmayıbdır, amma mən bir söz deyim. Həyatda, bu arada mənim bu kurtkamdan Nazirə bacımda istəyib, ona da almışam. Gəlana gedirəm, aparacam ona da Spartinizdes. Yəni, Rus kolleksiyasının Spartinizdi, gözəldir. Amma altda yenə geyindiklərim öz mağazamıza aiddir. Əslində bu donuydu. Mən bunu doğrayıb yufka eləmişəm. Yufka kofta eləmişəm. Hə. Və mənim əzizlərim, bu günlərim mən nə bişirirəm? Lüt dolma bişirəcəm. Lüt dolma, ha. Yəni ki, şovbiz nesin lüt qızları. İndi məni gözləmə, kölgəmi də izləmə, günahından keçmərəm, çox dəymisən qəlbimə. Və bir arada bir də deyim, gəlirəm Goranboya. Birinci öz vətənimdən, öz ölkəmdən. Azərbaycanın hər yeri mənim vətənimdir, amma böyüyüb, boya başa çatdığım rayonuma gəlirəm. Goranboya gəlirəm. Ayın 14-ü, 15-i məni gözləyin. Goranboyda möhtəşəm bir konsert və belə qazanlarda yeməklər, belə Muzdurlar kəndində öz doğulduğum kənddə pişirəcəm, düşürəcəm. Cəmaatı başıma toplayacam, yiyəcəyik, içəcəyik və belə oynayacaq şıdırığı. Gözləyin. Yəqin ki, Goranboya da yenə də yanımda bir müğayini olacaqdır. Çünki böyük bir proyektlə gəlirəm. Allah qoysa, inşallah. Hə. Deyirlər, super səsiniz var. Sən Allah. Qəşəkdir səslərin, səsim qəşəkdir. Burada bir nəfər var, onu göstərərdim. Prosu deyibdi ki, klip çıxmayana qədər məni göstərməyin. Ay bacı, ay ana, klipin də büdcəsi nə qədər olsa yaxşıdır. Sən denən 1 milyon, mən deyim 2 milyon. Sən denən 3 milyon, mən deyim 4 milyon. Romada gəldik, onu gördü, klip çəkdirirəm də mən. Romada gəldi, onu gördü, dedi, ay Raksana xanım, bu yağı götürüm deyiləm, bu yağ mənə lazım deyil. Ay Raksana xanım dedi, sənin xəbərin var, bu bizim quzu nə qədər klipa pul istəyir. Dedim, nə qədər? Dedi, ay bacı, sən denən 100.000 dollar, mən deyim 200.000, və şey yox, mən 100.000 dollar iş göndərim. Və mənim əzizlərim, necəsiniz, yaxşı olasınız. Bugündən mənim çoxlu, mənim işçilərim, qızlarım mənə bir çox suallar yazıblar. O suallar haqqında danışacağım. Deməli, birinci, başlayayım. Mənim bir qızım var. O əsl televiziya adamıdır. Hə, bu arada mən eşitdim ki, Nazim Pişvari
gözəl müğənnimiz Nazim Pişvari nə edib? Həkimindən 50.000 təzminat alıb. Görsən, qanunları bilmək belədir bax. Öz qanunlarımızı bilib, qəşəng. Qanunlardan istifadə edib, sağ olayın Nazim, əllərinə sağlıq. Bu plastik əməliyyatlarla cəmaatı qara günə qoyanlar da almalıdırlar bu arada belə pulları. Çox qəşəng şeydir bu. Bunu eşitdim. Hə, şou-biznes canlanma olub. Aygün xanımın qızı İlqarə təzədən şou-biznesə qayıdıb. Maşallah olsun. Aygün xanımın qızı əlbəttə ki, şou-biznesə qayıtmalıdır. Bütün el, aləm onu anasının adına istifadə edir. O da niyə eləməsin. Lüt dolma vəbşə bilirsiniz nədir qızlar? Məni izləyənlər, lüt dolma bilirsiniz. Bax, bu mənim ətim. Hə, bu günlərim özümə bir çapacaq almışam. Getdim belə, hə, nə gözəl çəkir, ay Roma. Ay, qızlar. Yumru düyü, stot, ondan sonra sarı kök, verin. Hə, gör nə gözəl eləyir, buna baxa da əti, bu da quyruqdur. Rusiyada saat 10'a işləyib. Arda? Hamı soruşur ki, siz ardasınız belə işıqlıdır. Azərbaycanda qaranlıqdır. Tıklayın, tıklayın. Deyirəm, bəlkə bir dənə tıklayın, manızı oxuyaq. Tıklayın. Hə. Deməli, əzlərim. Eşitdim ki, Elza Seyid Cahan deyir ki, aşkının biri məndədir, biri də Jennifer Lopez'dədir. Elza kimdən belə? Jennifer Lopez'in yanında Elza pisdir ki, gələ quzu kəsək Elza'ya, qoy Elza olsun, özümüzünküdür. Ay qurtlar, paxıllar, niyə də olmasın, olsun Elza Seyid Cahan'ın bu mövzuda mənim çox xoşuma gəldi, belə çox yaxşıdır. Allah Elza xanımın da canını sağ eləsin. Və mənim qızımdakı az yox deyən gör. Mən səs saldım. Köhnə şeydir. Köhnəyə getdim. Hə, bir də o günlərim gördüm ki, bizim bu cavanlarımızdan bu nəfəs, ölməyəsən sən ay nəfəs, son vaxtlar sən də yaman dillərə düşübsən. Gördüm ki, bir dənə uşağı qaldırırsan, az qarta uşağın başını qopardasan, Allah emin deyilsin. Heç olmasa bir ortasından qaldır uşağın, bir yerə otur, onu qucaqla. İndi sən başa düşürəm, istədiyimdən eləmişsən. O haqda gördüm, yaman yazırlar. Bəsdirin də özümüzü az yıxın, az çapın, az talayın. Olan şeylərdir, qoy olsun. Və bizim canlı birazdan, canlıda bir xalq artistimiz bizə qoşulmalıdır. Biz onu gözləyirik ki, qoşulsun. Heç bir yerdə olmayan xalq artistimiz özü haqqında danışacaqdır. Nə bilim, başına gələnlərdən danışacaq. Heç bir sosial şəbəkələrdə olmayıb. Və dedi ki, ay Rəqsanə, elə sənlə dərdləşim. Və ola bilər ki, başqa adamı da mən qoşdum bu mövzuya. Soruşurlar, mənə niyə göstərmirsiniz? Bir də o qədər çirkinli ki, görməsəz yaxşı, qorxarsınız. Anakonda. Anakonda. Yəni, bildiyiniz. Və bu arada aktrisa Dilarə xanım Əliyevanın qardaşının deyirlər beyninə qan sızıbdır. Allah ona şəfa versin. Allah da ona şəfa deyirik, cavandır. Allah onun özü köməyi olsun. Aktyordur, səhv eləmirəmsə. İnşallah yaxşı olar. Mən istəmirəm. Dilarə xanım çox istəyirəm. Dilarə xanım çox gözəl bizim aktrisamızdır. Həqiqətən də mən sənətdə ilk addımlarımda Allah rəhmət eləsin. Oktay müəllimgil mənə çox dəstək olublar və mən onun demək olar ki, çox iştirak eləmişəm də, çal-çağırda, nə bilim, Dilarə xanımın proyektləri çox oydu da, mən çox istəyirəm onları. Oktay müəllimə Allah rəhmət eləsin, qardaşına Allah şəfa diləyirəm. Və bu arada 3 gün bundan qabaq ad günü olubdu. Bizim çox dəyərli, belə çox hörmətli, Allah ona qəm-qəm rəhmət eləsin. Pandemiya vaxtında da Qaqaş mənə çox kömək eləmişdi. Söhbət gedir Lotu Qulunun bacısından və Allah onun canını sağ eləsin. Leyla, o qara gözlərinə Leyla, o şirin sözlərinə Leyla, Leyla qurbanın olum gəl. Və Leyla xanımın ad günü olub. Heç mən bilmirdim ki, Leyla xanım da Xərçək bürcüymüş bu arada. Xərçək bürcünün insanları çox cəngavər, çox belə sözü deyən. Deyir ki, analar var ki, qız doğublar, amma oğlan
xasiyyətli, çox oğlan xasiyyətli xanımdır və çox etibarlı qadındır və düşünürəm ki, eşitdiyimə qədər də bir çox şou biznesə də, hər kəsə də əl tutur, kömək eləyir və qardaşı rəhmətliyin yolunu, necə deyim, qoruyur, saxlayır, onun adını uca tutur. Allah sənə can sağlığı versin. Leyla bacı, səni təbrik edirəm, səni çox istəyirəm. Bu arada biz telefonla danışırdıq, əlaqələrimiz də kəsildi. Bilmirəm nə baş verdi, amma səni çox istəyirəm. Mən səni təbrik edirəm, uzun ömür arzulayıram. Aysun mənə bu arada deyir ki, amma Leyla bacını təbrik edirsə, mən də təbrik elədim. Çox sağ olun Seymur, hədiyyələrə görə. Çox sağ Ada olun. bir də qulaq asın, bir molla götürüb 16 yaşında qızı qaçırdı. Bu mollanın başına daş düşsün. Katastrofa. Yəni, mən bugündən ya по-русски yazış не хочу разговаривать, извините. Mən bugündən istəyirəm ki, TikTok'u canlı yayımda artıq rus dilində danışım. Добрый пожалуйста, да? Elə deyirlər. Добро пожаловать. Добро пожалуйста. Меня зовут Роксана, а как тебя зовут? Меня зовут Рома. Очень приятно. Bu günlərim mən nə pişirirəm? Lüt dolmaya nə deyirlər rus dilində? Amma o bir yaxşı şey deyil. Nədir lüt dolma? Nədir? Nə gülürsən xəstə? Lüt dolma nədir rus dilində? Tam tərcüməsi şeydir, golaya dolma. Голая dolma. Да, сегодня я готовится голая dolma. Bu arada mənim əzlərim, sonra qoy görüm nədən danışacağım mən. Dilarə şey dedim. Bir də eşitdim ki, Nazpəri xanım Dostayevanın xalq artistimiz, bizim gözəl sənətkarımız Nazpəri xanımın qardaşı xəstədir. Deyir, Nazpəri xanım böyük sənətkardır. Mən onun sənətini sevirəm və uşaqlıqdan da Nazpəri xanımın hamımız sənətinin şey olmuşuz. Bu beləcə olacaq. Orada speyinləri başları getirecək. Yoxsa gedir. Gedir. Nə deyirlər? Mən bu dolmanı bax belə eləyəcəm. Belə. Buna nə deyirlər? Döyməklə. Belə. Nazpəri xanımın qardaşı xəstədir. Allah ona şəfa versin. Deyir, həyatda bəzən böyük sənətkar da olmaq olur, böyük sahələrin insanları da olmaq olur. Amma həyatda bir insanın ki, bəxti, talehi gətirmirsə, yəni o ucu artıq Allahın işidir. Nazpəri xanımı çox istəyirəm. Allah ona kömək olsun, Allah qardaşını can sağlığı versin. Bu arada Allah onun oğluna da rəhmət eləsin. Nazpəri xanım bizim hamımızın sevimlisi, doğması, əzizidir. Soruşurlar, bu sportifkanı hardan almaq olar? Ay, Niyami Səlamı Gəncəyə köçüb, gözümüz aydın olsun. Niyami Səlamı, səni salamlayıram buradan. Ayın 14-ü, 15-i mən inşallah, inşallah mən Gəncəyə Goranboya gəlirəm. Ay, Niyam, gələcəm restoranına. Restoranında bir dənə sənlə bir qəşək bir çəkiliş eləyərik. Sən də qəşək yeməklər pişirirsən, mən də. Görək kim qəşək pişirir. Sən yoxsa mən. Soruşurlar, bu sportifkanı hardan almışsınız? Bu sportiv indi Moskvadan almışam. Dizaynerski dükkanından. Bəli, dizaynerski mağazadır və bu beləcə nə olur? Cəmaatın başı getdi eləmi? Getdim. Yalan demə. Goranboydan salamlar. Goranboy, mənim gözəl elim, gözləyin, gəlirəm. Bəlkə bunu verim, qızlar döysünlər, gəlsinlər. Salamatım. Qonşunun da beyni getdi. Zarafatsız orada da elə beynimiz getdi. Yalan demə, artisti eləmə. Zarafatsız. Niyə ki, bu gözlərin qabağında görsən də pişirirəm. Soruşurlar ki, xoş qədəmin verilişində bir xanım deyir, ailəsinin Mətanət adlı müğənnin dağılır. Deyirlər ki, müğənnin aləmi dağılır. Deyirlər, adı da nədir? Mətanət. Mən də dedim, ay Allah, görəm bu hansı mətanətdir. Bizim də mətanət müğənnilərimiz var, Mətanət Əsədova, ondan sonra Mətanət İskəndərli. Amma bildiyimə qədərlə yəqin tanımışlardan deyil. Belə də ki, bilirsiniz nətərdir. Bu son vaxtlarda bu kişilər qadınlara pulu xərcləyirlər, sonra da qaytarıb alırlar. Bu qabaqlarda elə idi. Ay, yekə kişisiniz, ya pul xərcləyin, xərcləyən də bir ürəyiniz olsun. Xərcləyirsiniz, da qaytarıb niyə alırsınız? Bu layıq deyil. Soruşurlar ki, əti niyə maşından çəkmədiniz? Çünki buna deyirlər lüt dolma. Lüt dolmanı belə demək lazımdır. Ona görə çəkmirəm. Bax, görürsünüz? Bax, belə. Azərbaycan mətbəxinin lüt dolması. Bilməyənlər də bilsin. Bilsinlər bilməyənlər də. Sonra mövzularımızdan nəyə mən
Arzu xanım haqqında danışacağım və Arzu xanıma görə də bizə canlı yayıma qoşulan olacaqdır. Bu mövzuya mən özüm bir şəxsən özüm toxunmaq istəyirəm. Bununla bağlı da bu günlərim mənə çox zənglər gəlib, çox deyiblər danışma, çox deyiblər ki, dəstək olma. Amma baxın bir söz deyim. Bu həyatda mən də müğənniyəm və mən artıq Arzu xanım mənim yanımda uşaqdır. Mən illərdir bu sənəti davam edən bir müğənniyəm. Rəqsanə olaraq da öz adım sanım. Hamı məni tanıyır. Allaha çox şükür. Tanınmağıma da ehtiyac yoxdur. Sadəcə olaraq bir söz deyir. Yıxılana hər kəs bir balta vurur. Bu normaldır. Amma bir qadın yıxıldısa, o qadının yanında əgər kimsə olmursa, o çox zəiflikdir. Və bizim show biznesdə maşallah, nə qədər show biznesimizdə xanımlar var, qadınlar var, dəstək ola bilərik də, niyə olmuruq? Baxın, Deniz Seki tutuldu, getdi türmədə, özü narkotik satmaq üstə tutulmuşdu. Getdi türmədə, nə vardı? Türmədə kitab yazdı, onun kitabından pul qazandırdılar, çıxanda onun konsertlərinin sayı hesabı olmadı. Və biz niyə belə deyilik? Türməyə kimsə düşdüsə, kimsə narkomanlıq elədisə, onu başından basıb öldürmək lazımdır. Olmaz, ayıbdır. Kimsə narkotik qəbul elədisə, onlar həyatda hamının səhvi olar. Kimin səhvi yox ki? Mənim də səhvim var, sənin də səhvin var. Bütün insanların səhvi var. Amma qadınları yıxmaq bu dərəcədə kişilərə yaraşmır, ayıbdır. Siz bir kişisiniz. Bugün Azərbaycan kişisi 30 il bundan qabaq alınan torpaqları geri qaytarır. Şəhid olub, canını verib. Amma siz bu günlərim Azərbaycan kişisi olaraq xanımları yıxırsınız. Xanımları əyaqlayırsınız, ləkəliyirsiniz. Olmaz. Xanım bir anadır, bir qadındır. Onun gələcəyi var. Deyir ki, ataların belə misalı var. Deyir ki, nətər deyirlər o sözü. Deyir kişi odur ki, bu kinoda da deyilir. Mən elə o formada danışıram. Kişi odur ki, deyir. Nətər deyir, qoy görüm. Təxminə və Zaurda o filmdə deyir ki, deyir kişi odur ki, deyir, nəyi arvad eləsin, fahişəni deyir, nəyi deyir. Əstəğfurullah, mən bunu Arzu xanıma demirəm. Amma yaxşı kişi, yaxşı qadını qadın eləyər, ailə eləyər, ev eləyər. Pul xərcləmirsən, əcəb eləmirsən, pul vermirsən, əcəb eləmirsən. Amma zəifliyindir ki, sən çıxırsan, deyirsən, pul vermişəm, qaytar mənə bir. Elə olmaz, ayıbdır. Bizim Azərbaycan kişisinin heç birinə bu yaraşmır. Mən yaraşdırmıram, mənim ətim tökülür. Və bu günlərim mən Arzu xanımın həyatında olan kişini də tanıyıram. O haqda birazdan danışacağım, amma başqa mövzularımız da var. Soruşurlar Suel haqqında. Hə, mən bir söz deyim və bir də bir xalq artimizdən mən duet təklifim də gəlib ki, o haqda danışım, oxuyacağım inşallah. Suel haqqında belə bir söz deyim. Baxın, mən Lalə xanıma da danışmışam. Hamı kimi mən də istəyirəm ki, Suelin anası çıxsın. Bilirsiniz, 3 ildir Sueli mən saxlayıram, 3 ildir mənim yanımdadır. Bu 3 ildə heç bir show biznes nümayəndəsi, bunu Suel özü təsdiqləyə bilər. Heç bir insan, bir dənə Sosial Müdafiə Nazirliyi çıxmaq şərtli olaraq maraqlanıblar. Suel nə eləyir, nə maraqlanıblar. Yəni demək istəyirəm ki, bir dənə adam bu günə qədər Suelin haqqında maraqlanmayıblar da, Sueli axtarmayıblar da, heç belə bir dəfə onun dalından gələn dolun hər şeyini mən qarşılamışam. Boynuma götürdüyüm kimi Suelə demişəm ki, axıra qədər də onun yanında olacaq. Sadəcə olaraq Suel mamasıyla, telefonla danışır. Onlar istədilər ki, çıxsın efirdə anasına dəstək olsun, anasına kömək olsun. Mən ona nə deyə bilərəm? Mən deyə bilmərəm ki, Suelə Suel çıxma, Suel eləmə, olmaz. Uşaqdır, anasının çıxmağını istəyir, mən də istəyirəm. Bir də onun bacısı böyüyür, birazdan onu körpələr evindən uşaq evinə aparacaqlar. İstəmir ki, bacısı başqa yerə getsin, istəyir ki, ana bala yanında olsun. Düşünürəm ki, amma baxmayaraq ki, mən təranəni bağışlamamışam və bağışlamayacam da. Təranə içəridə olduğu müddətdə kömək elədim, əlimdən gələn. Türməyə düşəni də kömək elədim, amma o mənim uşaqlarıma qarğış tökdü. Amma o arada olan münasibətləri gənə körladı. Oradan belə hamıya dedi ki, Rəqsanə məni tutdurub. Efirdə adamlar zəng elədilər. Nə bilim, dostlar efirdə məndən danışdı. Xoşqədəm xanımı verilişində özünüz bunu gördünüz. Ya mən, ya mənim ailəm, biz heç vaxt mən Sueli anasından eləməmişəm. Əstəğfurullah, o fikrimdə heç vaxt olmaz. Mənim nəyimə lazımdır? Suelin mənə nəyi qalacaq və yaxud mənim 4 dənə uşağım var. Mən sadəcə olaraq Suelin körpəliyinə, uşaqlığına, mənim ona
ürəyim ağrıdı, mən onun yanında oldum. Heç mən düşünmürəm ki, Tərhanə türmədən çıxandan sonra mənə desin ki, çox sağ ol, Allah sənin balamı saxlasın, mənim uşağımı saxlamırsan. Mən bunu düşünmürəm. Heç onu da təranədən gözləmirəm də, istəmirəm də. Mən hər şeyi Allah xatirinə, bir də mən hər şeyi eləmişəm, su elə görə. İfsu. Bu qədər. Gəl da, sən gəlmirsən ki. Yarpağı. Yarpağı nəyə görə verim? Seçibsiz olmuşlar. Hə, tök onun da içine, sonra gətirin qaynar su eləyək burada. Bu da ilahədir. Bu arada indi makyajım da ilahə elədir, sağ olsun. Göz çıxmasın bunun. O dəfə əti pis yandırdı. Əti xarab elədi, yandırdı, nədir? Yandırdı, nədir? Xarab elədi əti. Tulladıq. Və bizim qızlar deyirlər ki, xalq artistimiz telefona cavab vermir. Ola bilər ki, adam da nə bilim, məsələn, nasadığı var və yaxud ağrıyır. Və mən demək istəyirəm ki, bizlə canlı yayıma qoşulan Ağadaş Ağayevdir, xalq artistimiz. Ağadaş müəllimlə biz artıq 2-3 gündür danışmışıq, söhbətimiz olub. Amma bu günlərim dedi ki, canlı yayıma qoşulacaq. İndi uşaqlar əlaqə saxlayırlar, yəqin ki, qoşulanda xəbər eləyəcəklər. Və Ağadaş müəllimlə də duet oxuyacaq bu arada. Biri Şuşaya aiddir, biri də Ağadaş müəllimin köhnə repertuarındandır. İnşallah oxuyacağıq. Allahın köməkliyindən, Allah köməyimiz olsun. Bax, görürsünüz, əti beləcənəm elədim. Gördünüz, bu ət. Mənə bir dənə bıçaq veriblər. Ət burada çox oldu, ona görə bu soğan. Bağ-bahçanın barlanını yetirən, çəmənlərə sapsarı don gətirən, sevənlərin həsrətini götürən, payız gəldin, bəs yarımı neylədin, neylədin, neylədin. Payız gəldin, bəs yarımı neylədin, neylədin, neylədin. Sonra mən bu oğurlanmış qızılımdan mənə deyirsiniz, o haqqında danışacağım. Qızılım tapılmayıbdı, amma qızılımı alıblar, məni gözləyirlər, çox yazırsınız. Gedəndə Allah qoysa deyirlər, qaytaracaq, inşallah. Mən görməmişəm, hələ deyənə qədər mənim həyatımda gedən nəsə dala qayıtsın. İnsanı belə deyirlər, belə deyirlər. Qoy desinlər də, nə olaq? Tıklayın, tıklayın. Tıklamırlar. Tıklayın, tıklayın, araz üstə, buz üstə tello, kabab yanar, köz üstə tello, qoy məni öldürsünlər tello. Orada hansı kinoda da başına da belə deyir, yəni gəldilər də, qoy məni öldürsünlər tello. Deyirəm, bəlkə bir Ağadaş müəllim canlı yayma hələ qoşulmadı. Canlı yayıma bəlkə Əbir ona Adilə Səfərlini qoş görün canlı yayıma. Hənsi sözümdür. Yığın qoşulsun da. Qoş. Nə görürsə, nə xəstə. Qoşdan Adilə Səfərlini, bu yallah. Tap orada, Nadilə Səfərli. Şeirdən desin, mən də oyunu oxuyum. Hə, onun qəşəng şeirləri var, həqiqi zarafatsız. Deyir, bu arada xəstədir. Tapacam. Nadilə Səfərli. Qoşuldu, yığdı. Baxın görüm, TikTok'u var. Yığır. Yox hələ. Var TikTok'u. Ay Nadilə, səni yanmayasan, bizi görürsənsə qoşul, ay bacı, bu kimdir? Nazilə. Hə, bu da Aysel'dir. Nə istəyirsən? Hə, nə var? 100%. Aysel qoy görüm nə istəyir. Hə, o Nadilə Səfərlidir. Canlıya qoş deyirəm, bəli. Alo. Alo. Salam, salam. Siz qızıllarla ihtiyacı olan ailədir, bağışlamışam ama indi belə deyirsiniz. Deyirəm, qızılı bağışlamışam söz deyəni dili çürüsün. Mən elə söz deməmişəm, balam. Mən dedim ki, mənim oğurlanmış qızılı, mənə zəng vurublar ki, qızılı almışıq, səni gözləyirik. Azərbaycana gəl, qızılını qaytaracağıq. Xəbər çıxmışdı ki, sizin məlumatınız olub ki, ihtiyacı olan ailədir, demişsiniz ki, biz səftidə olub, biz o qızılları bağışlayırıq həmin şəxslərə. Hə, yoxsa qızım, mən sənə bir söz deyim, vallahi olsaydı bağışlayardım.
Qadan yanım 250 min doları qırılır mənim. Qarım yoxum bir dənə 250 min dolarım vardı. Mən o bir vardı müğənnilərdən döyləməyim, mənim brilliantlarım qoşa-qoşa olsun. Bir dənə aslında qoyacağım o bütün aləmi qatdım bir-birinə. Daş düşməsin başı var. Rəqsanə xanım Azərbaycan şou biznesində mən suallar verim, qoy cəmaət mənə cavab versin də. Sən topar olasan. Deyin görüm Rəqsanə xanım Azərbaycan şou biznesində necə görünür? Bu suala cavab versinlər. Barmağımı da kəsdim, barmağın kəsilsin elə sənin. Mən hamıdan uzaqlaşmışam. Moskvada illər öncə deyini, mən çoxdan da Moskvadan gəlmişəm artıq burada. Moskvada yaşayıram, bilirsiniz, amma qayıdıram. Gəlirəm. Gəlirəm. Nadiləni qoş demək. Qoşa bilsən Allah qoysa. Yarıtmazlar. Nadilə səfərini qoş görüm, ondan bir dərdləşim. Çoxdan da danışmıram. Sonra mən vallahi qadın olaraq həyatda çox haqsızlıqlarla qarşılaşmışam və bilirsiniz nətərdir, amma mən o gün də mən sual verəndə öz-özümə yəni danışdım. Mən yıxılmışam, qalxmışam, hər şeylə, bu haqsızlıqlarla, hər şeylə özüm bacarmışam. Onu da Allah mənə kömək eləyib. Bu da yumru dümüyü. Bax, tut hə bura. Camaat baxsın, iş görür millət. Bura tut. Kör olasan səni. Canlı yayımı zad elədin, qoydun ora. Səni kimi işçinin başına daş düşməsin, yazıqsan ha. Bax, bu düyünü də belə-belə döyürəm, uşaqlar. Nə? Sağı çox göstərmə olmaz orada. Göstərmirəm də. Deməli, düyünü də döydüm. Deyirlər, bu yeməyin adını kim fikirləşib, deyirəm mən. Öz yeməyimdir, lüt dolma. Azərbaycan mətbəxində qoy bunun da adı yazılsın siyahidə. Lüt dolma. Döyməklə, bax belə. Efirdə deyil axı Nazilə xanım. Hardadır bə? Yoxdur. Nazilə xanım bizə göndərin, qəbul edək. Baxmaq olmaz. Qoşulmur. Bugünkü efiri zad elədin ey ayrı olma. Vallahi Allah köməyin olsun, nə niyə ki? Zad elədin, qoydun ora. Bu da quyruqdur. İndi bu quyruğu da qatacam burada. Quyruq şey oxşuyur. Kremə. Tıklayın. Qovulacam bütün işlərini. Gülməlidir, ağlamalıdır. Bir dənə TikTok işlədəmirsən, başqa daş düşsün. Olan qalan cəmaatda çıxdı get. Xəstəsən, vallahi. Yox, niyə ki? Все, qoşulduq. Sənin kimi işçinin başına daş düşsün. Sən də naxadı torbalını tikdin, gördüm mən bunu. Öyle gördüm elə. Görürüm. Gör az, gəldin mi ay qız? Boşuq məni görsənmirəm. Boşun məni deyir, görsənmirəm. Kameranı açın zəhmət olmasa, biz sizi qoşduq. Siyə başa düşürəm, kamerası mahnətər olur. Allah, ölürəm mən. Mən ağlayan lazımdır. Ölürəm, mən ağlayan. Bax, qırğın düşəcək. Nadilə nə Rəqsanə bir rəhdisə dünyada axmışam. Az yarpağı gətirin, ay qara günə qalasın sizi, yarpaq. Sənin nə ləçər qocalığın olacaq, ay Rəqsanə? Mənim belə qocalığım belə olacaq. Nadilə, lüt dolma pişirirəm. Tıklayın. Tıklayacaqlar başını. Dolmaları lütləndirdin də, hə? Mən ağayrım. Şobiz işte lütləndim, gördüm bir şey alınmır, gəldim indi dolmaları lütləndim. Kəlağayın nə güzəldir, hardandır? Hardayam, evdə, həyətdəyəm. Bacı, nə tərsən, nə var, nə yox? Kəlağayın soruşur. Kəlağayımı soruşursan? Bu arada xəbərin olsun, şey açdım. Mila. Xına ev açmışam, bacı. Ruslar demiş ki Mila'ya, yəni bizim xına evin ürəyi Mila'yadır. Başa düşdün? Deyir olma, sən rəşadsan, yox. Yox, bu ondan deyir, bu təzə gəlir. Yarpaqları çıxardım, mənim qazanımı da versin deyiləm. Bir də ilıq su versin. Götür.
Ha, dəri tut yəni, bu cəmaət buna baxır, yeməyimi tükəb ki, səninlə danışacağım. Deməli, soğanı döydüm, kartoşkanı döydüm türkün məsələ paxtada. Quyruğu da elədim qəşəng. Ha, belə. Gördünüz mü? Rəqsanə xanım, Ay. səni bütün rayonlarda izləyirlər. Bəli olsun. Nə deyir abi? Deyir bütün rayonlar izləyirsən. Yalan demə. Ay qız, qulaq as, sənə bir söz deyim. Elə buradan geçsin Soğanlıya, Gürcüstanın soğanlısına. Sən mənə de görüm birinci. Qoy oradan başlayayım. Sonra ucu olmasa mövzulara keçəcəm səndən. Sən mənə de görüm, bu şəhər, kəndin adı niyə Soğanlıdır, sən Allah? Bundan qabaq Aha. Dağıstandan bir neçə da insan gəlib, oradan qoyunlarınız adı da yaylaq qışlaq edirlərmiş orada. Qazan gəlsin, hə? Soğan gülü deyə bir gül var. Soğan gülü. Aha. Açır belə ama kökü soğan. O gündən orada çoxlu varmış. Orada soğan gülü. Çoxlu varmış. Güzel görünmüş. Çürümdə biraz. Elə bir orada saxlayıblar da. Köşlərini saxlayıblar. Biraz qalıblar. Qalanda deyiblər elə bu soğanlıq qəşəng yerdir. Ya burada yurt salar. Ha, dədə babadan beri olur, başa düşdüm. Orada soğan gülləri əkilən elə bir laləlik, nərgizlik olan kimi soğan gülləri əkilən yer imiş. Dağıstandan gələn kök Dağıstandır. Əsl kök Dağıstandır. Ona görə ola belə vuran, tutan, belə bayboy Dağıstan xalqı kimidirlər. Baxın. Ay qız, Nazilə, fındıq yarpağı gördün bacı? O fındıq yarpağıdır. Ne yarpağı? Fındıq. 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 Səndə ki bu hünər var, sən birazdan qoz yarpağını da püşəsən. Səni qız ölməyəsən. İndi fındıq yarpağını belə eləyirəm, ay bacı, belə. Yenə mənim qazanımı ver. Sənə Gürcüstandan Ateşin salamlar. Buradan Gürcüstanları Özəlliklə deyim, elə soğanlıqdan salam var. Kösalardan salam var. Ay bacı. Şamalıdan salam var. Qəmərlidən salam var. Səfəridən salam var. Hamısı bir-bir deyirlər, Rəqsanə xanıma salam çatdır. Hamısını buradan öpərəm, ay bacı. Səndən bir şey soruşum. Hə. Allah, qadınlar bu pulu haradan alırlar? Belə kimin başına gəldi? Pırr. Bu nə da? Nə qədər pulları var bunları? Bunlar nə işlə məşğuldular? Yox, orada belədir də. Demək, paçkanın üstünə bir dənə $100 qoyublar. Hə. Arkasında hamısı 10 rubeldir, 10 rubel. Hə, o belə pır deyə töhdükləri 10 rubellərdir. Qazanı gətir, ha gözün çıxsın. Qazanı gətir, qazanı. Yəni gözümlə görmüşəm, amma inanməsin. Mən də qazan almışdım dolmaya. Sonra o pulu əlində belə qalaqla tutmaq onlarda dəbdir. Pulu hardan alırlar deyim. O kəndi xalqı hamısı alverlə məşğuldur. Hamısı toptancıdırlar. Orada düz deyir, gözə gəldim o kənddə. Yaman soyuq oldu, yaman gözə gəldim mən orada. Yenə səsi kəsilir. Sonra o kənddə qadınlar çox qoçaqdır. Gözü qaradır, zirəkdir. Orada qadınlar çox belə mərddirlər də, yəni. Bir də çox qonaqpərvərdilər. Necə bir vaxtda Şiştəpə özünü tanıtdı pulla. Yəni. O kəndin də cəmaatı pulla kəndi tanıtdı da, nəyi pisdir ki? Hədə özdə, maşallah, Azərbaycan müğənnilərində dayanmadan dəvət edirlər. Az bəlkə Soğanlıya gedək, ay Nazilə, mən də gedim bir orada bir qonaq olum, nə olar? Mənim də mamam, dədəm Gürcüstanlıdır da, Sadaqlıdandır. Biz Soğanlıya qonaq gedik. Şimdi qabaq sana Gürcüstan mahnısı yazdım. Niyə oxumadın salamat olma səni? Niyə oxumadın? Mahnı oxumaq lazımdır ki, səni Soğanlıya aparsınlar, düzdür? Burada biri yazıb ki, Nazilə olan yeri bəyənmirəm. Aynur, Radol qurban olum, sən Allah'ını evləndirmə məni, olsa canım ağrıyır. Az əsəbləşmə, hər şeyə baş qoşma, bax, görürsünüz? Bax, lüt dolma buna görə deyilir, ay oğlan, bura tut. Gördünüz?
Bunun iki başı açıq qalır. Belə baba belə eləyirəm, belə. Sen onun adını lüt dolma koyma. Skvaznoy dolma. O lüt değil. Lüt olsa onun üstünden yarpak olmaz. Allah qoysa qazan gələcək bu gün. İnşallah. Kadar bizim diyorlar zıysaydı. İndi Nazilə, qulaq as. Zarafat söhbət edirik, hər şeydən danışırıq. Mən açığı şeyi tanışmıram. Bir də Nazilə sənə bir şey soruşum. Soğanlıya ən çox hansı müğənnilər dəvət edirlər? Soğanlıya en çok demek orada okunan mahnıların hamısı budur. Didi 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 dada dida didi didi böyle. Böyle orada şey eləmirlər. Akademik ifa istəmirlər səndən. Məsəl üçün Gürcüstan'dır canımız var bizim atsanımız. Yeyib içək dostlar qaralmasın qanımız. Görsən, bilsən nətəri? İndi öz aramızdır da. Mən toy eləyirəm. Mən məcburam akademik şeyə qulaq as, musiqiyə qulaq asmağa. Mən bu cür qavrayıram toyu, bu cür əylənirəm, bu cür də oxuyan çağırıram. Mən elə şeyə pis baxmıram. Orada nə var? Orada əsas moddadır əsas Şəbnəm. Ülviyyənin mahnılarını eşitdim. Arzu xanımın mahnılarını eşitdim. Sənin də mahnılarını eşitdim orada yeri gəlmişkən. Şeydə qoyurlar, flaşkada qoyurlar, cemaat oynayır. Sevirlər. Gürcistan cemaatı, yəni toy eləyirəm də, mən oynamaq istəyirəm. Mən niyə qəmli mahnıya qulaq asmalıyam? Niyə düşündürücü mahnıya qulaq asmalıyam? Mən oynayıram. O da düzdür bacı, o da düzdür. İndi buradan bir daha Soğanlıda olan bütün xanımları salamlayıram. Maşallah baxıram, oğlanları da yaman tez evləndirirlər. Yəni oğlanları da, qızları da. Orada ağsaqqal əkə püşə kişinin 25 yaşı var. Oo, sən Allah. Əslində mən onun tərəfdarı deyiləm. Cavan oğlan, uşaqları vaxtsız evləndirmək, ərə vermək qızları yaxşı bir şey deyil. Həyatı yaşasınlar, bir baxsınlar. Ailələr bu günlərində olsa gündə bir ailə qalır. Allah göstərməsin. Təhsil almırlar. Təhsil almayandan sonra baza 18-20 yaşında oğlanın artıq milyonluq sərvəti var. 14 yaşından, 13 yaşından biznes istədilər. Onların 18 yaşı Bakının 30 yaşına bərabər şeydədir. Ona görə. Nə deyir bacı? Hər bir adət-ənənəsi var, amma gələr Soğanlıya inşallah gələrik. Soğanlığa aparım da, nə var ki orada? Belə bir Soğanlıda gəzək. Hamıya da qızıl taxırlar. Bəh. Yox, eşidirsən? Sənə xam, adını çəkmək olmaz, düzdür. Yadındadır bir məclisə getmişdik. İkimizin də boğazımıza brilyant bağladılar. Bunu indi boynuma alıram. O hansısa firma, elə bir brend firmanın Həmin bizim boğazımıza o brilyantı bağlayan insanlar qoyardılar biz onu paylaşaq, istəsək belə. Demək ki, dolu insan istəmir özünü ortalığa soxsun. O kim ki özünü tanıtmaq istəyir, gündəmə düşmək istəyir, o məsələn bir $1000 üzüyə alıb bağışlayır. Bizə axı $1000 üzüyə alsa bizə təhqirdir. Öz aramızdır da. O gördüyüm hamısı sənin həyatında yaşadığın, mənim həyatımda yaşadıklarım var ha. Onların heç milyonda biri deyil. Bir quşqa söhbətlərdir onlar. Həm də hər şeyi göstərmək olmaz, ayıbdır. Həm pulumuzu verdi, yadında da o toy, həm bizim pulumuzu verdilər, həm boğazımıza brilyant və muskatlar hamı şahid oldu da. Düzdür, mənim tələbə yoldaşımdır, o ayrı mövzu. Amma yəni bizə necə dəyər verdilər ki, qapıma gəl, bu adətdir, illərdən bəri var. Qapına gələn sənətkara yaylıq, dəsmal, xələt, nə bilim, paypürüş, konfet, nə bilim, buxça, hər şey verirlər də, xalq sağ olsun, yer sağ olsun. Amma onu göstərmək, hələ sevgi əskiliyi yaşamaq deməkdir. Sevgi bol olan insan, dolu qazanın səsi çıxmaz, xülasən. Nəysə, Nazilə, mən sənlə bacı niyə danışmaq istədim? Hələ bir yan, mən səndən küsmüşəm, bu fikrimi deyim. Mən səndən küsmüşəm. Niyə? Sən mənə 4 aydır demirsən, mən bir dənə sportiv dükkanın nə nömrəsini vermirsən. Nə dedim indi efirdə uşaqlar, deyilən?
Nə dedim? Moskvanın dizaynerin şeyiydi bu. Sonra nə dedim? Tıklayın. Nə dedim, xəstə? Dedim ki, bundan Nadilə xanıma da almışam. 15'i Birinci gedirəm başlarda. aparacaq dedim. Eşitdin mi? Sən niyə butikin səhifəsində mənə atmırsan ki? Mən baxıb seçməliyim. Sən neyin üzünü alır? Hə? Mən almışam da saat əzlərindən. Niyə sən saati atırdım? Bəlkə mən birini istəmirəm, üçünü istəyirəm. Mən onun ikisini alaram sənə. Mən sənə söz veriyorum ki, bu yayından sonra sənə o butikin şeyini atacağım. Bir də qulaq at. Biz keçək, mən mövzu haqqında danışmaq istəyirəm. Mən açığı sənə bir söz deyim. Mən Arzu xanımı tanımıram. Şəxsi tanışlığım da yoxdur, dostluğum da yoxdur. Sadəcə olaraq mən həyatda çox təşviş də görmüşəm. Belə yıxıla da, belə cırmaqlaya da, dalımla da danışılıb, arxamdan da söz deyilib, üzümə də deyilib, o qədər problemlə rastlaşmışam. Mən Zarun verilişində gördüm və mən bu mövzuya bir tərəf qala bilmədim. Bir xanım olaraq, bir qadın olaraq məni narahat elədi ki, yəni qoy mən bu qızın haqqında danışım. Mən bilmirəm onun başına nə gəlib, mən bilmirəm, çünki onunla mənim danışığım yoxdur. Nə də, yəni salam əleykum da olmuşdur. Bilmirəm də nə baş veribdir. Amma gördüm ki, sən də o xanımı müdafiə edirsən. Birinci, mən sənə bu sualı verim. Sən niyə Arzu xanımla dostluğun mu var, salam əleykum mu var? Niyə sən onu müdafiə eləmək istədin, bacı? Nəyə görə? Yox, o günün birində özü mənə zəng elədi və dedi ki, mənim ürəyim partlayır. Tanıyırdın da onu sən? Belə tanıyırdım dəndə, yəni belə yox, gündə görüşdüyüm adam deyil. Hə, dostluq yox. Mən ona mahnı yazdım. Axşam gəlim, sabah gəlim, Gürcüstana nə vaxt gəlim. Mahnı da qəşəng sevilir bu dəqiqə. Çox qəşəng də mahnıdır. Abış bəstəliyib. O mahnıda mən ondan bir-iki dəfə görüşdüm. Gördüm ki, qız maraqlı qızdır. Yəni yaratmaq istəyən paylaşımları, mahnıları dayanmadan sürət yığıb bu qız. İşləyir. Ondan belə mən ona heç bir şəxsi sual zad verməmişdim. Heç bilmirdim şəxsi problemləri var. Heç nə bilmirdim. Sonra məni yığdı ki, Nazilə xanım, artıq mahnı çıxdı ortaya. Sağ olsun bizim Gürcüstandan, Şahmarı elindən mahnının bəstəsinin, belə nədir, aranjmanının hamısının pulunu Gürcüstanın, Şahmarlı elinin daha belə hörmətli insanları ödədilər, xoşladılar mahnını. Dedilər, bizim elə mahnı oxuyubsa, qoy bunun xərcini biz çəkək. Onu da ödədilər. Hə. Ondan sonra biz dostlaşdıq da, yəni belə salam sağ ol belə. Səni kimi yaxın deyiləm belə, məsələn, sənin evində qalmışam, qonaqlığını görmüşəm, süfrəni görmüşəm, sənin o yarıb bağrıma qoymaq istədiyim həyat yoldaşını görmüşəm. Mən bilirsən də onu çox sevirəm, çox yaxşı insandır. Sənin Yağmur qızını çox sevirəm. Yəni ailəli, düzdür, Aysun da sevirəm, amma Yağmuru bir başqa sevirəm. Yağmurun tamam başqa fəlsəfəsi var. Özü də bilir, sən də bilirsən də, inciməz yəqin Aysun məndən. Amma bu qızın həyatı haqqında məlumatda deyildim. O mənə dedi ki, bəs məni incidən insan var. Dedim, bəs sənin atan yoxdurmu, qardaşın yoxdurmu? Yəyən savın yoxdurmu, sən incidirlər? Dedim, mənim yoxdur, nə atam, nə qardaşım. Mən bircə nə uşağım var, dedim. Mən 25 yaşında bu insanı tanımışam. Nə bilim, qızın dediyini deyirəm, indi bilmirəm. Nədir, klip çəkmişik, sponsorluq eləyib də adam buna. Sponsorluq eləyib. İndi də bunun belinə yüklü pul qoyub. Yüklü pul qoyub. Ki, bəs mən sana bu qədər xərc çəkmişəm. Bu da dava da nəyin üstə düşüb? Bu deyib ki, bəs mən ərə getmək istəyirəm də, ailə qurmaq istəyirəm. Dava bunun üstə düşüb. Söhbət Arzu xanım. Sevgilisi olmuyor, düzdür. Yox, sevgilisi olmuyor. Bu adam onun sevgilisi olub, bacı. Mən orasını bilmirəm, şəxsi həyatlarını bilmirəm onları. İndi bu ailə quracaq da, Allah qoysa. Bizim show biznesdə belə şey yoxdur. O vaxtlarım yadınıza gəlirsə, mən bu mövzuya da toxunum. O vaxtlarım Ayan Babatçıyeva da yadınızdadırsa, onun da
uşağımın atasından problemləri olmuşdu. Mən gördüm ki, vaxt var idi ki, o kişi olan vaxtda ayağının yanında olan adamların hamı qırağa durdu, heç kəs onun yanında olmadı. Hə, elədir, yıxılanın yanında durmurlar. Ürəyim ağrıdı. Amma bu günlərim Ayan o o vaxt ona heç yaxın olmayan insanlarla gene yaxındı. Nəysə, o şəxsi işi özü bilər. Mən o vəziyyətini gördüm, çox pis oldum. Mən Ayan haqqında gözəl bir status yazdım. Payladım, çok qadındır, balası var, hər şeyi Allah görür. Heç kim heç nəyə məcbur eləmir. Sən yekə kişisən, sən artıq bir dənə uşaq dünyaya gətirmirsən. Durursan təzədən deyirsən ki, səni məcbur edirlər bu uşaq olsun. Sən istəmirsən olub da. Onda da mən Təzə hamı şirin olur da. Təzə hamı şirin olur. İndi həqiqətən də Allaha and olsun. Mən bu qızla nə alışım, nə verişim. Mən bunu görəndə pis oldum. Götürdüm səhifəmdə bir status paylaşdım ki, dəstəyə verirəm. Mən də ona dəstək olacağım və hətta mənim tamaşaçılarımın hamısı da mənə direktə yazdı ki, Rəqsanə xanım, Allah səni saxlasın. Çox sağ ol, yazıqdır, belə elə. Amma mən bilmirdim ki, onun həyatında olan insan Akazımıçqa, mən də o adamı tanıyıram. Sənin dostundur. Mən sonradan bildim. Mən o adamla dost olmuşam. Yəni, bir necə deyim, 20 il bundan öncə dostluğumuz oldu. Mən heç kimin şəxsiyyətinə toxunmur. Sadəcə olaraq bir söz demək istəyirəm. Heç kəsin əlindən, heç kəsin heç kimin pulunu alıb xərclədə bilməz. Bu bir. İkinci də mənim tanıdığım dostum heç kəsə 200 min dollar xərcləməz. Mən bunu tam əminliklə deyirəm. Həmin adamda o potensial yoxdur. Yox, o heç vaxt ona 200 min dollar pul xərcləməz. Mən bunu əminliklə deyirəm. Belə xətrinə dəysə də, belə nə olsa da mən düzünü deyim. O elə ağılsız kişi deyil ki, dörsün o qıza 200 min xərcləsin. Ola bilər 10 manat əlindən tutar nəsə eləyər. Onu deyə bilmərəm. Rəqsanə. Hə. Elə bir dolmana İran nüvə buraxıb. O nə dağız? Ya. Az o niyə o gündədir? Nə gündə? Sən öləsən. Nə gündə da? Mənim yeməyimi niyə pişirirsən ay qız? Pis deyirsən, sən ölməyəsən. Bilsən bunun nə tamı var? Gözlü Ramazan koklar. İndi axırda görərik də. Allah belə bir İsrail raket atır dolmağa. Hə, amma mən sənə bir söz deyim. Həqiqətən də pis oldum. Yəni, show biznesə gəldikdə isə bizim artıq bəlli bir yaşımız var. İllərdir show biznesdəyik. Show biznesdə lətifəsi bizdən uzaq olsun. Narkotik qəbul edənlər də var, hamı da bilir də bunu. Yox, bu qız narkotik qəbul eləməyib, bir mənalı. Bu qız narkotik istifadəçisi deyil. Bu mənə bunu deyəndə, mən dedim, get mənim üçün analiz gətir. Mən bilim qarşımdakı kimdir. Əgər sən narkomansansa, mən sənə söhbəti davam eləyə bilmərəm. Mənim özümə ziyandır belə bir insanla oturtturmaq. O da getdi, analiz verdi, gəldi, dedi ki, gördüm ki, yazıb hər şey negativ. Yoxdur. Siz nətərdir Nadilə xanım? İndi belə deyirlər də, belə çıxır ki, belə deyirlər. İndi hər şey qanun çərçivəsində həll olunar, hər şey öz yerini tapar. Biz o tərəfini mənə maraqlı deyil. Mənə maraqlı olmalı ki, yəni demək istəyirəm ki, vallahi hamımız bilirik kimlərdir. Hamısı narkotikdə evinə getmişəm ki, stolun üstündə nəşə boşqabla olubdu. Yəni gözümün şahidiyəm. Bu gün onların hamısının bəlli bir titulları var. Artıq bütün o gördüyünüz vəzifələrin, belə necə deyim, imkanların toylarında başda otururlar. Yəni kimi istər xətrinə dəysin, istəyir küssün, istəyir nağarı qarsın, lazım deyil bir qadını bu dərəcədə əzmək. Onun çörəyi toydan gəlir, pulunu toydan qazanır, yazıqdır, anası var, balası var. Biz ona dəstək olmalıyıq. Mən bu günlərin bu kişinin adını artıq arzu çəkib hamı bilir. Mənə bayaqdan zəhlər də gəlibdi, onun haqqında Nadilə xanım, siz bilirsiniz. Mənə zəhlər də gəlibdi. Sən bu mövzuya toxunma. Mən burada bir qadının yanındayım. Bir qadının yanındayım, bir ana. Elə deyək də, indi biz elə bir qorxaq adam deyilik ki, biri bizə xox eləyəndə kravatın altına girək. Biz o deyilik. Mən həyata görə gəlmişəm, uşaq deyirəm mən. Bacım, eşidirsən? Hə. Demək, bu qız hər dəfə bu adamdan uzaqlaşmaq istəyəndə fake səhifələrdən bu xəbəri yayırmış. Filankəsi narkotik üstündə tutdular. Bu qızın... Məsələ də burasındadır ki, Nadilə xanım, qulaq sizə bir söz deyim. Məsələ də burasındadır ki, bəzi TikTokda, bəzi sosial şəbəkələrdə heç jurnalist J hərfindən başı çıxartmayan insanlar var ki, bu günlərim oturublar, pul qazanırlar. Onlar da 5-10 manat pul alırlar, xəbəri yayırlar. Bu hamımızın haqqında olur.
Nəinki o qızını, hamımızın. Mən bunu çox yaxşı bilirəm. Bizim də başımıza gəlibdir. Amma onu demək istəyirəm ki, qapınız, evinizdə balanız var, ananız var, Bəli, bacınız var. bəli. Allahdan qorxun. Həyatdan heç kimi, heç nədə sığortalanmaydı. Bəs ayıbdır, yığışdırın bu zibil hərəkətlərinizi. O adam mı? Ne Onu demek? hədələyən adam var ha. O söz söhbət olan adam. Hə. O biraz bundan öncə də məndən da. Mən ondan danışmıram. WhatsApp'ta səs atır. Niyə danışmıram? Çünki bu tip insanlarla danışmaq olmaz. Sübut eləyənmirsən sonra. Deyirəm nə sözüm var, səs at, qoy kayd olunsun. Hə, o adam deyir ki, Dostumuz olurlar da mənə də 100.000 dollarlıq nə bilim nə hədiyyə eləyib. Ay nə bilim mənə 17.000 dollarlıq klip çəkdiribdi. Mən də bu günlərim adama səs atdım. Sən özün də bilirsən. Dedim ay qardaş, sən bu elə adam deyilsən axı, ayıbdır. Mən sənin adını çəkmirəm ona görə ki, mən çörəyə qiymət verən qızam. Ən azından çörək kəsmişik. Yəni bir aramızda mənim üçün də deyir ki, 100.000 dollar Rəqsanəyə pul xərcləmişəm. hə, 100.000 də mənə. Rəqsanə hələ yazıq anası özün. Rəqsanə elə xoşbəxt bəndə deyil ki. Mən yarımamışam ki, kimsə mənə 100.000 pul xərcləsin, əstəğfurullah. Mən də bu günlərim hamı elə başa düşər ki, mən özümə görə Arzunun müdafiəsinə qalmışam. Yox, əstəğfurullah. Mən bu gün bu məsələləri bilmişəm. Mən artıq Arzunun haqqında danışandan sonra mənə aid olubdu ki, bu mənim də haqqımda danışılmış. Düzdür, Nadilə xanım? Bəli. Ay sağ ol. Ona görə demək istəyirəm ki, sən yaşın bəlli, ağlın bəlli. Mən sənin adını yenə deyirəm. Bax, kəsdiyimiz çörəyə görə çəkmirəm. Adımı onsuz da hamı, hər kəs bilir. Sadəcə olaraq buradan sənə demək istəyirəm ki, ayıbdır. 2 kişisən, 50-dən çox yaşın var. O qadındır. Sən qadını bu qədər sıxmama yaraşmaz sənə. Bir də kişisən də, pulu xərcləmirsən, yaxşı eləmirsən. Bunu qaytarıb almaq lazımdır. Ayıbdır. Bunların başları işləmir. Qadınlara pulları xərcləyirlər. Tutalım ki. Amma bir şey var. Sən 200.000 xərcləyən adam deyilsən axı. Mən səni tanıyıram da. Əgər sənin kapasitəndə o yoxdur da. Yəni deməklə bir şey. Hə. Sən 200.000 xərcləyən deyilsən axı. İndi 200.000 xərcləyən deyilsən, sən durursan yalanla yazıq qızı biabır edirsən. Ayıbdır. Allahdan qorxun. çox adam da onu yığır deyir ki, Arzu, efirə niyə çıxmışdın, biabır oldum. Bu da deyir ki, deyirlər ki, Zaur kimdir ki, sana kömək eləsin? Ona deyirsən məni qoru. Zaurdan bu, məni qoru, yəni niyə qoru? Qardaşım yoxdur, atam yoxdur. Nə olar? Təkəm də bir qardaş kimi məni qoru deyir. O demir ki, məni devlət kimi qoru. Yəni insandır da darda qalıb, əlin yanır, ağzını atırsan. Təntiyif də bu, Allah heç kimi çarəsiz eləməsin. Amma bu qız narkoman deyil, bir mənalı. Elə bir şey heç vaxt olmayıbdır. Bunun qanından nə tər çıxıb orasını bilmirəm artıq. İndi onu Allah qoysa yəqin araşdırarlar. Allah qoysa. Bugün başladı. Bugün araşdırma başladı. Mən buradan demək istəyirəm ki, qoy qanun çərçivəsində hər şey həllini tapsın. Bu qızın üstündən bu ləkə də götürülsün. Mən bir də Arzu bilsən nə var? Əlbəttə dövlətimiz çox gözəl dövlətimiz var. Çox gözəl dövlətimiz var. Qanunlarımız çox gözəldir. Hamısı yerini tapacaq əlbəttə. Mən sənə bir söz deyim. Sən o hansı ki adını çox çəkmək istəmirəm. Yaraşmır bizə heç onun adını çoxlandırmaq. Ondan istifadə eləyənlər bu günlərim xalq artistlər. Başına dönün. Narahat olma. Sən ondan istifadə elə, qoy sən də xalq artisti olasan. Heç narahat olma və bütün elit məclislərdə ola iştirak edirlər. Heç belə eyni vəd alma. Bildim. Mən ondan istifadə eləməyə elit məclisdəyəm. Narahat olma. Mən də zavası qoydum. Heç nəyə fikirləşmə. Allah sənin köməyin olsun. Yəqin ki bizim Azərbaycan xalqı da, bizim millətimiz də ağı qaradan seçirlər. İnsanın abırını, həyasını, tərbiyəsini o şeydən qəbul edən insanın sifətinə baxanda da bilinir də, görünür də, hər şey göz qabağındadır. Allah hər şeyi özü görür. Heç vecibə dalma. Və buradan da o müəllimə demək istəyirəm ki, mən yenə də deyirəm, bugün sənin adını çəkmədim ona görə ki. Daha mənim ondan işim yoxdur. Mən səndən çörək kəsmişəm, bəli. Səninlə o kəsdiyimiz çörəyə görə mən sustum, sənin adını çəkmədim. Və bir dənə padruqam məndən zəng elədi, xahiş elədi. Onunla da çörək illərindən kəsmişəm, ona görə sənin adını çəkmirəm. Amma artıq adım bəllidir. Dövlət qurumları da var. Yəqin ki, Arzu özünü qorumaq üçün gedib orada müraciət edəcək. Bu haqda danışacaq. Arzu müraciət eləmədi, Arzunu dəvət elədilər. Ki, gəl görək sənin kim incidir, bala. Arzunu özləri dəvət elədi, qanunu. Bizim ölkədə
bir vətəndaş inciyirsə və bu ictimailəşirsə, qanun buna özü nəzarətə götürür axı. Hökumət özü nəzarətə götürür. Bəli. Burada görmüşdüm mən. Ay sağ ol. Allah Zarın da balasını saxlasın. Zar da sağ olsun ki, bu şeyə köməklik elədi ən azından. Arzunun da yolları açıq olsun. Narahat olma. Arzu hər şey yaxşı olacaq. Deyirəm ki, istəyirəm ki, ay Nazilə, ayağıma bir yun corab geyinim. Sanerimi vurum qoltuğuma, gedim Savalan dağlarına. Biraz ödüm istedim orada. Nə deyirsən? Elinə də bir şal bağla. Benimə də bir şar bağlayayım. Yaman dedi. Neyse, Allah hamının canını sağ eləsin. Bacı, Allah sənə də şəfa versin. Amin. İnşallah gələndə görüşərik. Spartini də almışam. Sənin də maç şeydən buradan öpürəm. Arzu, hər şey yaxşı olacaqdır. Məni yola verməyi, bu lüt olmanın axırı nə olacaq bala? Ha, lüt olmanın axırını mən yiyəcəm, sən baxarsan canlı yayında. Sən Allah o qazanı bir də göstər görüm İran raket atıb ora. Yo, uca burada şeydir, Ukrayna Moskva. Uca Ukrayna Moskvadır. Ukrayna Moskvadır bacı. Səni öpürəm, gecə xeyrə qalsın. Canlı yayımız da bizim əvlərimiz davam edir. Xalq artistimizlə canlı yayımız var. Və bildiyiniz kimi də canlı yayımla bizlə qoşulacaq Ağadadaş Ağayev. Və yaxud uşaqlar çıxırlar ki, qardaş mənimlə əlaqə saxlasın. İndi bilmirəm, ola bilər ki, nəsə baş verir. Deyirəm, buradan nə tərsin? Mən oradan buğur elə. Bunu buğraşdırayaq. Sağ olun. Hə, və Arzu xanım da qızım narahat olma, hər şeyə görə göydə Allahdır. Mən Azərbaycandan götürdüm çəmədanımı, vaxtında, zamanında qaçdım. Canımı qurtardım. Bu günlərim hansı ki, həmin canımı qurtardığım insanlar həbsxanada yatırlar. Bax, mən 5 dərimi götürdüm, Azərbaycandan qaçdım. Mən gəldim, həyatımı Moskvada qurdum. Bu günlərim mən show biznesdən uzağam. Ailəm, uşağım, evim. Amma mənim sənətim, mənim hər şeyim Azərbaycanda qaldı. Bəlkə bu günlərimdə mən Azərbaycanda olsaydım, mən də handa bunda o titullar alınan müğənnilərin yerində olardım. Düz deyim, maşallah, bugünkü adımdan çox razıyam, ailəmdən çox razıyam, yəni balalarımdan çox razıyam, ailə deyəndə balalarımdan çox razıyam. Hər şey çox yaxşıdır, yəni hər şey yaxşıdır. Amma bu günlərim mən sənətimdən uzaq düşmüşəm. Niyə? Məni bu hala gətirdilər. Mən Azərbaycandan canımı götürdüm. Nə qədər insan polisə gedər, nə qədər insan, necə deyim, nə qədər insanı əzərlər, nə qədər insanı yorarlar. Başımı götürdüm, qaçdım. Şükür Allaha bu gündən. Narahat olma, ay Arzu, bu da keçəcək sənin həyatında, bu da olmayacaq. İstəmirəm mövzunu hərriyim, o tərəfə hərriyim və sənin üstüvə eləyim, amma mən sənin yanındayam. Hər zaman da yanında olaram. Heç bir problem yoxdur. Sən mənim evladım yaşdasan. Allah səni xoşbəxt eləsin. Düşünürəm ki, sənin rastıva belə qeyrətli, özünü tanıyan, mənfəətli, qabiliyyətli bir adam çıxacaqdır və səni xoşbəxt eləyəcəkdir. Mən də gəlib belə lüt dolmayla sənin toyunu oxuyacağam. Rəqsanə xalan gələcək. O jaroniki də ora qoymaq lazımdır. Xahiş edirəm. O jaroniki var idi, hanı? Ay Aynur! Ha? Hə, qoy. Onu qoy, deməli onu tökürəm belə, bax belə. Gördünüz? Location dəyişirəm hocam. Location. Bəli, dəyişir. Suyu tökdüm. Alçaları görürsünüz. Alçaları da qoyuram. Biraz dolmaya tamı çıxsın. Bir balaca. Jaronik orada tez qoyun. Ocağı da doldurun. Bu belə. Nə qədər adam var ay oğlan? 2600. Biri bəyəxdən. Amma ki 31 min nəfər baxmışdı. Getdik. Gedək, dolmamızı qoyaq ora pişməyə. Gəlin görək, qaloşlarıma da baxın. Qaloşlarım. Tıklayın, zəifçilikdir. Söndürəcəm da öyle. Bəh. Bu arada bu yaxınlarda gördüm şeyin adı yadımdan çıxdı. Uşaq evində xanayaqda oldu. Allah, Kəmalə xanımın
bir qızımız ailə həyatı qurdu. Çox sevindim. Allah xoşbəxt eləsin. Gözləri aydın olsun. Kəmalə xanımın da Allah canını sağ eləsin. Çox sevindim həqiqətən də, çox şükür. Allah bütün balaları xoşbəxt eləsin. Mən biraz elə mövzulara çox şey toxunuram. Yəni pis oluram da, ürəyim şey olur, ağrıyır. Allah xoşbəxt eləsin. Oradan gör nə yandı. Əlini vurmaqla şaq-qaşaq. Sağ ol ey quzu. Gördün? Lüt dolmanı qoydum üstünə. Qazanımı da bu arada təz almışam. Gedir orada bir dənə samavar çay içim. Dolma səninlikdir, brat. Dolmaya bax. Qoy hələ qaynasın. Su elə bil az idi. Mən bilən. Tıklayın suallarınızı. Bu sudan azca belə üstünü hərləyərsən. Bir balaca hərləyərsən. Gəl, sən göstərmir, yaxşı. Ala. Özlərin də öldü. O deyil məni görməsinlər, bu deyil məni görməsinlər. Hə, bax belə işte çayımı gətirdilər. Samavar çayım da soydu. Vereyim stul. Əlimi nə qədər elədimsə, əlim gənə quyruq eləndi. Tövbə. Bu da qaldı. Gəlsinlər, stol təmizləsinlər. Tıklayın, suallar verin. Tıklayın. Suallar verin, suallarınıza cavab verim. Tıklayın, sualları verin. Görüm suallardan nə var? Mənim əzlərim... Nə yarpağıdır soruşurlar. Yarpaq fındıq yarpağından elədim mən. Əslində onu heyvan yarpağından eləyirlər. Moskvada da bu illərin bilirsiniz də şey olmadı. Nə deyirlər ona? Yay olmadı. Çox soyuqdur, ölürük soyuqdan. Yubqam xoşunuza gəldi. Qəşəngdir. Mənim yubqam. Qəşəngdir. Ayaqqabılarıma baxın. Bax lan, mənim bir tanış bir padroqamız var, ona telefonla danışıram. Deyir ki, ay Rəqsanə, deyirəm nədir? Deyirsən can, niyə rayon adamları kimi danışır? Axı sən elə deyirsən. Deyirəm, mənə orada nəmli safetka verin. Deyirəm, dədəmiz, babamız, nənəmiz rayonludur, nə olar? Məni də cəmaat ona görə sevirlər da. Mən də onları ona görə sevirəm. Və yenə də deyirəm, Soyelin məsələsində mən Lalə xanımla danışmışam. Soyeldən çox mənə sual verir. Lalə xanımla danışmışam mən. Qoşulacam efrə. Hələ bugün qoy kim istəyir çıxsın, kimlər istəyir danışsınlar. Düşünürəm ki, Soyel mənim evimdədir, 3 ildir mənim yanımdadır və mən baxıram ona. Lazım olsa mən özüm də çıxaram bu dəqiqə. Sadəcə olaraq mən bu məsələdə biraz qıraq durmuşam. Ona görə qıraq durmuşam ki, o haqda danışmayacağım, deməyəcəm, danışmayacağım, deməyəcəm. O sualı verməyin. Ayrıldık seninle, boşandık, bitti. Ayrıldık seninle, boşandık, bitti. Təzə mahnımdır yəni bu. Özüm yazdım indi. Bu dəqiqə yazdım. Tıklayın. Tıklayın. 2800 nəfərdir. Soyelin mövzusu danışdım, çox da uzatmaq istəmirəm və mən necə deyim, mən Soyelin yanındayam həmişə, axıra qədər, sona qədər onun yanındayam və mən düşünürəm ki, bu dolma nə vaxtla bişib qutaracaq, ay qadan alım, Sizin imtihanlarım var. Nə? Sən imtihanını görmədin gecikmişdə, sənin başına daş düşsün. Bu arada artıq reklamlarımız çoxdular. Reklamlara da qoşuluruq. Reklamları edə bilirik. Özümüz gəlirik, reklam edirik və çox maraqlıdır ha TikTok. Neçə vaxtı mən artıq Ruslan da bizi danlayıb. Yəni Romanuj baxımdan biz gecikirik. Tez şey eləmək lazımdır, çıxmaq lazımdır, tez gəlmək olmaq lazımdır. Deyirəm bəlkə dolmanın pişməyini axırda göstərər ya. Canlıdan çıxıb sağollaşıb sonra qoyarsan. Yoxsa yox, cəmaət nə deyir? Canlı olmamızı istəyirlər, yoxsa yox? Nə qədər vaxt efirdəyik? Zəif tıklayırlar prosta ki. Sənki pro olsun elə. Nə tıklasınlar da bəsdir, nə tıklayırlarsa bəsdir. Orada qaynama var, dolma qaynayır. Yoxla. 2800 nəfərdir, yaxşıdır. Deyirlər ki, Nə deyirlər? deyirlər canlıda olun. Deyib Canlıda olun, çıxmayın. dolmanı canlıda yeyək. Getməyin.
Dolma qatıqla olacaq, qatıqla yeyəcəm. Və mənim də suallarınız və suallarınızı verin, sizi cavablandırım mənim əzizlərim. Xalq artistimizi gözləyirik, hələ canlıya qoşulmur. İndi ola bilər insandır, bəlkə nəsə problem olub, ya nəsə olub da danışmadı bizdən. İndi efirdən sonra yəqin ki, biz ondan əlaqə saxlayacaq ki, nə başlayırdı, niyə canlımıza qoşulmadı. Ola bilər ki, o birisi gələn həftə inşallah canlıda qoşularıq, danışarıq. Söhbətləşərik, Allah qoysa. Gəncədən salamlar. Mən də Gəncədən buradan Gəncəni salamlayıram. Dediyim kimi Goranboya gəlirəm. Məni gözləyin. Ayın 14-15-i Goranboydayam. Goranboydan soruşurlar, konsert olacaq Goranboyda. Bəli, birinci gün qazanlar asılacaq, yemək bişirəcəm kəndimizdə. İkinci gün isə artıq əynimi geyinib konsert verəcəm. Hələ buna bax, bu Səydərəşə bax. Bilir ki, canlı yayımdayım ha, buna bax. Sən bilmirsən mən canlı yayımdayam? Nə yığmışsın ki? Səsi düşsünmü ora böyle? Sual verin, cavablayaq. Xına evimizin də anonsları ha vaxtdan gedəcək oğlan? Uzu gedir Xına asla. dekorlarımızın Moskvada, xına dekorları, qadın musiqiçiləri, sonra Fursity'də açdıq, Fursity'də açdıq, nə açdıq ha? Bir gözəl orada bir böyle qəşəng, nədir adı? Mila Gift. Ay sağ ol, Mila Gift nə də? Gift yəni ki, padarka. Mila Gift. Mila Gift'in padarkamı bugün gətirmədim mənə. Bəzədiz qaldı orada. İnşallah gəlir Allah qoysa. Bəlkə bir tüşək baxaq, görək bir dolma bir qızışır mı? Sual verin, cavablayaq. Atova. Bu dolma pişməsi üçün səhərə qədər yox, qaynayır, Qaynayır. Qaynayır. Amma buranı tezə doldurmaq lazımdır. Buranı doldurmaq lazımdır ki, şey olsun. İstilicə xoş gəlir, ay Roma. Prinsesa! Ay prinses! Prinsesanın da üstünüzə sağlıq, itim. Bu arada mənə pişik hədiyyə eləyiblər. Göstərək də, qoşduq, pişik gətir göstərək. Mənə pişik hədiyyə eləyiblər. O pişiyimi sizə göstərim. Ad günü hədiyyəmdir mənə onu. Dırnaq ustam şərbət hədiyyə eləyib mənə pişiyi. Deyilən versinlər. Gir götür də, aynen qabandadır. Beləcə bir dingili pişikdir. Xına yaxdı ya gedirsiniz Rəqsan xanım? Gedirəm, niyə gedirəm? Anasını da aladıram. Niyə gedirəm ki? Qoy görüm, belə deyirlər orada. Кошка, пожалуйста, дайте меня. А где кошка, ладно? Xınayaqlarına belə dedilər. Deyən ki, o xınayaqlarına. Haqşda. Nəsədlə qoy görüm. Haqşdanı bilirdim mən əvvəlcə. Aranı açın, mən gəldim. Haqşda. Qızlar qaçın, mən gəldim. Haqşda. Nazilərin sənətidir bu. Nazilərin sənətini əlindən alacam mən. Nazilərin sənətidir bu. Soruşurlar, salam necəsiz? Konsert harda olacaq? Konsert Muzdurlar kəndində, Goranboyun Muzdurlar kəndində olacaqdır. Kəndimizdə verəcəm və bir gün qabaq da kəndimizdə cəmaatla görüşəcəm. Qəşəng bir belə Я сама отнесу. qonaqlar. Холодно, Мирмашка. Нет. Mənim qızıma baxın, mənim qızıma, mənim totuşuma, mənim qızıma. Moya krasavitsa. Вот кошка. Вот koşka. Mami day. Ana qurban, day. Oy, baxın bu mənim koşkamdır. Ana, возьми, пожалуйста. Смотри. Mənim koşkamdır. Nə padak eləyiblər. Hələ bunlar nə işinə? Bunlar ölürlər bundan ötəri, ala. Yox, olmaz. Trogose nizə. Öpür. Maç elə. Görürsünüz? Bu mənim itlərimdir. Bunlar da mənim pişiyi mənə hədiyyə eləyiblər. Şərbət mənə bu pişiyi hədiyyə eləyib, qırırlar bir-birlərini. Deyir, adı nədir bu? Как зовут кошка? Мама, а твоего имя Рокси. Gördünüz? Рокси. Ай, Рокси. Ну, тебя не кусать. Ay yandı. Akkurat. Haydi. Beli yandı yazığın. Oo, yazıq prenses girdi şeyin altına, peçin altına. İstedi. Bakma. Bu qatarın dalınca baxma.
Gözlerimi yorunca bakma. Bildiniz de. Bakma. Bu katarın dalınca bakma. Мама, ты что, соседи? Gözlerimi yorunca bakma. Мама, Bakma. мама, соседи в шоке. Qonşularım bir qorxuları yadına dəli olub. Deyirlər görə burada şou proqramının konserti nədir? Ana apar kuşkanı ver. Все, холодно. Домой, пожалуйста. Спасибо. İndi bunlara baxın. İndi домой, домой, домой. Siz də yedin. Evə. Домой. Gözündən evə gedin. Bunlar mənsiz getmirlər. Bunlar elə etibarlıdırlar ki mənə. Gör, bunun var deməli, prinsesanın var 11 yaşı. Bunun da var 12 yaşı. Bunlar 11-12 də buradadılar bunlar. Mənlə yaşayırlar bunlar. Mənlə qalırlar. Azərbaycandaydılar. Mənsiz ölürdülər. Ürəkləri gedirdilər, gətirdim bunları. Nə bax görsən oyun çıxardı. Xaroşa, xaroşa. Yaxşı, özümü öldürməm. O bəzi müğənnilər düşürlər cəmaata. Oh. Çayımız nə oldu çayımız? Samavar çayını dirədilər yalanla. Hə, buna bax dolmaya. Dolma nə dolma? Что ты делаешь? Dolma готовят, смотри. Dolma. Это вишня? Нет, осторожно, пожалуйста. Salça. Это вишня? Alça. Нет. Dolma qaynayır pişir. Gedim bir dənə balaca boşqab gətirim. Deyirlər pəncərədən sizə baxırıq. Yolumdan. Həqiqi deyirsən. Nə bilim yazırlar da. Səndə belə bir sifət var ki, elə deyərlər. Güllərin də qəşəngdir, hə? Gedək kuxniyə girək, Roman. Gəl, sana şey gətirirəm. Tariflərlə şey, bura yox. Bu tərəfə yox, bu tərəfə bax, bu tərəfə, o tərəfə yox, bu tərəfə. Pəncərəni bağlama, mən gedirəm ağlama. Gəlmiyorum, dur. Hə. Öldürdü. Hə, bir səni göstərirlər. Kimə lazım zaten, bızır? Keşlər qız. Oy, ürəkləri gedir, el çıxmaqdan ödər. Yalın artikalara qoyur, apitikalar özlərini. Şuşkalar. Dəsmal götürün. Dolmanı neyle yiyirlər? Lavaşla. Düzdür. Qatıq alın. Ha? Qatıq. Götürürüm bu başqa. Sənin ağzını demə, suya. Gələn həftə nə pişiririk, Roma? Gələn həftə baxaq da. Yaxşı Şax mövzular. plov. Mövzular. Hə, plov aş eləyərəm, aş eləməmişəm. Belə qəşə lavaşdı, bəh. Tıklayın. Qəşəng sual verin. Çoxlayın. Mən də oxuyum. Qəşəng sual gəlmir. Yufqa da əlinin uzunda xal. Qasıq. Ləvəngi deyirlər. Ləvəngi eləyək bəlkə. Hə, olabilir. Hangi qatıq? Qatıq. Tez ol. Tez. Geriye de yapıyorum. Düz gelirsen düz gel. Sana yol. Elimin içinden atça gösterdim size. Benim başka пожалуйста, холодно, не домой. Ну, мама, не холодно, а тут самовар рядом. Ну что, иди домой. Хочу. Я вообще сейчас спать пойду. Ayda, dəsmal getmək yadımdan çıxdı. Ay kız tez ol! Oo. Aman. Gör nə qaynayır. Mesajlara mən baxıram. Nə deyirlər? Elə mesajlara baxın. Baxma. Baxın. Pişik. Nə gör? Hə, bə. İyisinə bax, Hələ prosto bu yağa düşməlidir. Başa düşdüyün yağa düşmüyor. Çox akuratlı. Bu yağa düşməlidir, yox. Bu yağa düşsün biraz. Bu yağa düşsün, prosto bir dənə buna baxın, görün bu nətər çıxır. Belə qoyum içinə bunun türkün məsəli, görün bu nətər dağılır.
Lavaş düşdü. Ay aman. Allah. Kur'an'a and olsun. Roma bir tane tam var. Upal idi. Allah bir tam var. Tut bunu görüm. Elin yanar oyna dur. Ay Allah bir tam var, bir tam var, bir tam var. Buraya yarpaqları koymuş ha. Geldi. Ha. Yarpaqları tutulayım koy. Ay Allah ne güzeldi. Allah ne güzel dadır. Bu ya Rabbim. Deyirlər ki, gəlirəm yeməyə şişdim. Allah uşaqlar pişirin. O kadar güzel dadır. Allah'a and olsun. Sualları bura yazın. Zəhmət olmasa. Yazın, 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 yazın. Yazın, cavablandıraq. Yazın cevaplandıraq, bəli. Bu da bunun şeyi. Soruşurlar bozbaşdır. Dedi hiç olmadı da. Ne bozbaş, bozbaş. Bozbaş. Sarı nədir üstündə? Alça. Alça. Bu da O da. Sveji qatıq. qatıq alça. Bu da dolma. Bu nə dolmasıdır? Bu lüt dolma. Deyirlər bişməyib. Tövbe. Pişməsə də tamı bilsiz nədir? Bal, bal. Mən açıq bilsiz niyə qoyuram ağzını? Deyirlər bu sosedi vaşı. Передаем привет тогда. Yalan demə. A nə oldu? Hamı konuşuyor da şifrdə. Bura gətir qatıq. Sən tövbə. Yer qonşu yox, Azərbaycanlı var bizdə. Mən tanımıram axı. Приходите, попробуйте. Gəlin yiyin də, sizə də verək. Görək həqiqətən qonşumuzsuz. Ola bilər Azərbaycanlı var burada. Dobra. Roma. 3100 nəfər. Ay aman. Üzüm yarpağıdır. Yazılır. Fındıq. Fındıq. Meşədən yığmadım ay xəstə. Nə üzüm. Ay Allah ürəyim getdi. Yeməyən adam. Qonşuluqda olan gəlsin. Davayçı gəlin. Gəlir. Görün nə qədər qonşumuz var burada. Bəlkə ruslarda. Olsun da. Gəlsinlər, nə olar? Yazılır, gəlirik. Heç bilmirdik bizim Azərbaycanlı qonşularımız var. Hə. Qatığı da tökürəm belə. Gördünüz, lavaşı da belə eləyirəm. Siz bilirsiniz, heç yarpağa ehtiyac yoxdur ha. Tövbə fındıqla eləyin. Bir gözəl çıxdı. Allaha and olsun. 3000 nəfər tıklayın, tıklayın. Yağ vurmamışam, ancaq quyruqla eləmişəm. Evet, canlaşdan oynadı böyle. Bak görürsünüz. Bu belə də pişir. Ben bunu püçmədim. Prosto iki tərəfini açıq qoyuram belə. Bax başını da orasında. Ama su çox verdi. Su görən nədən verdi bu? Ay aman suyun hamısını tökdünüz. Yox. Evimi yıxarlar hamısını tökərlər. Ətin içinə nə vurdunuz? Ətin içinə vurdum. Kişniş, şüyüt, soğan, ondan sonra stot, balaca yumru düyü, 2 dənə soğan, həm göy soğan, həm də şey, ağ soğan. Onlarla bir yerdə elədim. Soruşurlar Elçin hardadır? İlçin kim daha? Bu ölürəm. Bu arada daha şoferim işdən çıxır.
Şoferim gedir şeyə, maması darıxıb ora gedir. Mənə Moskvada şofer axtarır. Mütləq. Rus dilini bilən, ağıllı, tərbiyəli, savadlı bir oğlan axtarırım. Özümə şofer axtarırım. Dolmamızı da yedik. Deyirlər ki, dolmaya dad verən nədir? Dolmaya dad verən göyərti. Roma nə deyirsən? Deyirəm, bax var idi, yeməyin sitəsini kiməsə verirdim. İndi hayf o adam yoxdur. Ay Roma. İndi aparım uşaqlarıma. Soruşlar şoferin maaşı çoxdur. Bugün yaxşı adam olmalıdır. Pul qırsın elə sizi. Ölürlər. Ancaq Azərbaycandan bir dənə maaş, şey istəyən kimi pul. At buraya görüm qatırağız. At yaxşı. At karton toyunu sənə göstərən yoxdur. Şeylərin Çəkib göstərərdim. Elə sağ baxan var idi bir dəqiqə. Ölürdülər səndən ötəri canlı üçün. Ürəyə gedir çıxmaqdan ötəri. Şu. Bax, bu lüt dolmamın da qiymətini özüm verim. Lüt dolmamın qiyməti oldu $500. Niyə? Çünki meşədən gedib fındıq yığmaq lazımdır. Məndə qapıda fındıq yoxdur, getdim meşədən yığdım. Bu arada siz bunu şeylə də eləyə bilərsiniz. Nədə da? Heyva yarpağından. Amma fındıqla daha yaxşı olur. Bişirin, yiyin. Gecəniz də xeyrə qalsın. Hələlik. Sağ olun. Sağ olun.